Salam, hər vaxtınız xeyir olsun. Bugün pambıq kimi yumuşaq, xəmir yoğurmadan, yaymadan çox asan ballı tort resepti bölüşürəm. Tortu hazırlamaq üçün öncəliklə krem hazırlayıram. Qaba 3 xörək qaşığı qarğıdalı nişastası, 500 ml süd əlavə edib qarışdırıram. Nişastanın topları açıldıktan sonra ocağın üzərində qatlana qədər əlimi dayandırmadan qarışdıraraq bişirirəm. Krem bişdi artıq. Qatıldıktan sonra ocağın üzərindən alıb başqa bir qaba əlavə edirəm. Üzərini örtüb qoyuram, soysun. Krem soyuyana qədər tortu hazırlayıram. 5 ədəd yumurtanın üzərinə stəkan yarım şəkər tozu əlavə edib bunları ağarana qədər qarışdırıram. Tort çox şirin olduğuna görə bişmiş kremə şəkər tozu əlavə etmirəm. Yumurta ilə şəkər tozunu ağarana qədər qarışdırdıqdan sonra üzərinə 300 ml süd, 300 ml bitki yağı, 200 qram bal əlavə edib bunları mikserlə tam həll olana qədər qarışdırıram. Bunlar da hazır olduqdan sonra bir xörək qaşığı sodanın üzərinə bir xörək qaşığı dolusu alma sirkəsi əlavə edib sodanı sirkədə öldürdükdən sonra qarışımın üzərinə əlavə edirəm. Qarışdırıram yenə də. Üzərinə 5 stəkan un əlavə edirəm. Unu da həll olana qədər qarışdırıram. Xəmir bu qatılıqda olmalıdır. Nə çox qatı, nə də çox duru deyil. Xəmiri 5 hissəyə ayırıram. Bişirəcəyim qaba əlavə edib qabın hər tərəfinə yayıram. Bişdikdən sonra qabdan çıxarıb digər korjları da eyni qaydada bişirirəm. Korjlar isti ikən kağızdan ayırıram. Yumuşaq, qırılmayan elastik korjlar alınır. Bütün korjları bişirdim. Tam soyduqdan sonra kənarının əyrisini kəsib düzləşdirirəm. Kənarından çıxan bu kəsikləri də üzəri üçün ovuntu edirəm. Korjlar da hazırdır. Üzərinin ovuntusu da hazırdır. Kremi də hazırlayıram. 250 qram otaq istisində yumşalmış kərə yağını ağarana qədər qarışdırıram. Üzərinə bir banka qatlaşdırılmış süd əlavə edirəm. Bişmiş kremi də soyduqdan sonra üzərinə əlavə edirəm. Bir paket vanilin. Bunları həll olana qədər bir gözəl qarışdırıram. Öncə də qeyd etmişdim, bişmiş kremə şəkər tozu əlavə etmədim. Kremə qatlaşdırılmış süd əlavə etdiyimə görə və də tort çox şirin olur. Həm bal, həm şəkər tozu şirinəsi lap çox olmasın deyə bişmiş kremin şəkər tozunu azalda və ya heç əlavə etməyə bilərsiniz. Kremləyib tortu yığıram. Üzərini də ovuntuyla örtürəm. Tort hazır olduqdan sonra bişmiş kremlə hazırlandığı üçün çox tez yumuşalır. 4-5 saat gözlətdikdən sonra dilimlərə ayıra bilərsiniz. Ən tez, ən asan hazırlanan ballı tortdur deyərdim. Böyük, yumuşaq, dadına dad çatmayan çox möhtəşəm tort alınır.
Resept haqqında hər kəsin fikrini gözləyirəm. Tortun hazır şəklini də izləyə bilərsiniz. Necə möhtəşəm tort alınıb. Videonu izləyib rəy yazan hər kəsə öncədən təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.